saatlı Şirvan 1-2, Küraraz Dinamo 2-4, Göygöl Quba 0-2, Ağdaş Ağstafa Gəncləri 0-1 və 2 oyun qalıb görüşün yekun nəticəsini müəyyənləşdirmişdi. Beləliklə maç başladı. Xankəndi nominal meydan sahibləri ağ rəngli formadadılar. Qaradağ Lökbatan isə anlardı. Bu arada Qaradağ Lökbatanın pressingi uğurlu oldu. Uzaqdan zərbə qapçı. Mövsüm 27 turdan ibarətdir. Qaradağ Lökbatanın növbəti hücumu qapçı mövqeyini tərk eləyib və qapı direği hakim də davam deyir. Nicat İsmailli Bəhruz topladı. Artıq cərmə meydançasında da Bəhruz Teymurov. Bəhruz! Tələbini bildirdi. Fit səsləndi. Uzaqdan zərbə və gol! Sabir Allahquliyev! Təcrübəli futbolçu hesabı açır. Cərmə zərbəsindən qarşı alınmaz zərbə ilə fərqləndi Sabir Allahquliyev. Xankəndi 0, Qaradağ Lökbatan 1. Sabir Allahquliyev. Boşluq yaranıb Xankəndinin müdafiəsində. Tural Ağverdiyev və Bəhruz Teymurovdan hiləgər pas. Xankəndinin hücumu və gol! Emin Quliyev 1-1 oldu hesab. Xankəndi 1, Qaradağ Lökbatan 1. Bu da əvəz etmələrin nəticəsi. Zaur Hacıyevin Nodardan yenə uzun ötürmə. Və indi Elvin Nəsibov. Elvin'in zərbəsi super save. Elmar Rəhimov. Emin Quliyev. Emin'in yerli ötürməsi və gol! Bu hafta goldu! Emin Quliyev maçın qəhrəmanına çevrildi. Emin Quliyev. Hafta gol müəllifi. Qaradağ Lökbatanın kapitanı 14 nömrəsi Fərid Abbaslı. 2-1 Xankəndi önə keçir. Uzaqdan zərbə və top qapının üstündən keçir. Davam eləyir. Vüsal Hüseynov. Daha bir zərbə və qapçı. Nicat İsmailli final fitini səsləndirdi. Xankəndi komandası geri dönüş edərək turun mərkəzi maçında vacib qələbə qazanır və birinci pillədədir.